Fəridin atası və babası dedi ki, Fəridə, Fərid oğlum, bizim bir müəllimimiz var. Ora getməliyik. O çox xəstələnib. Hələ indi bilirik ki, o xəstələnib. Yəni əvvəldən bilsəydik, onda gedərdik. Amma nəysə, çox gec olmadan biz onun yanına gedək. Bəlkə gec qayıdarıq onun yanından. Amma sadəcə o sağalsın bizə yetər. Gec gələrsək sənə zəng edib deyərik. Ya indi sağ ol. İndi biz gedək müəllimimizi görək ki, necədir. Yol biraz uzundur, amma nəysə. Uzun olsa da onu görməyə getmək lazımdır. Çünki yaxşı dost bu günlərdə bilinər ki, yaxşı dostdursa onun yanına gedər. Nə olursa olsun. Ki o desin ki, mən yaxşı dostam. Ona görə də hər zaman sənin yanındayam. Pis gündə də yanındayım, yaxşı gündə də yanındayım. İndi də müəllimimizin ən çətin günündə müəllimimizin yanına gedirik. Sağ ol oğlum, salamat qal. Gedirik biz hələlik müəllimimizin yanına. Gələndə sənədən gedərik. Yəni bəlkə gec gəldik. Fərid deyir. Yaxşı baba, ata, yaxşı gedin. Salamat gedin, salamat gəlin. Və Fəridin atası və babası müəllimin yanına gedir. Bir taksi çağırıb müəllimin yanına gedirlər. Və sonra müəllimin evinin qapısını döyürlər. Və döyəndən sonra səcdə edən adam müəllimin evinin qapısını açır və o birisi iki adam isə müəllimə sağ ol deyib getmiş olurdu o vaxt. Və sonra onları görüb deyir, xoş gəlmişsiniz, müəllimimizi görməyə gəlmişsiniz və adamlar deyir, Fəridin atası və babası deyir, hə, müəllimimizi görməyə gəlmişik. Buyurun, içəri keçin, deyir səcdə edən adam və onlar içəri keçib müəllimini görürlər və müəllimə deyirlər, necəsiz müəllim? Müəllim deyir, yaxşıyam oğlum, yaxşıyam, şükür Allaha ki, biraz da olsun yaxşıyam. Ümid edirəm ki, Allahın köməkliyi ilə tez zamanda ayağa qalxaram və yenidən sizinlə meşiddə gözəl söhbətlərlə namaz qılaram və Quran oxuyaram, əzan oxuyaram. Ümid edirəm tez zamanda ayağa qalxaram. Müəllimin şagirdləri deyir. Ümid edərik ki, tez qayıdarsınız bizimlə namaz qılmağa və gözəl söhbətlərinizdən deyərsiniz. Allah sizi tez zamanda şəfa versin. Müəllim deyir. Hamıya Allah şəfa versin, oğlum. Hamıya. Sadəcə mən deyiləm xəstə. Ürəyi xəstə olan insanlar da var. Və müəllimin şagirdləri deyir. Müəllim, nə? Nə demək istəyirsiniz bununla? Yəni ürəyi xəstə olan insanlardır. Yəni indi siz ürəyi xəstə olan insanlarla nə demək istəyirsiniz? Deyir. Müəllim deyir. Oğlum, bəzi insanlar heç bir zaman bu dünyanı düşünməzlər və onların ürəkləri hər zaman yaxşı işləyər və hər zaman onların ürəyi rahat olar. Çünki onların həqiqəti bilərlər ki, həqiqət bu dünya deyil, o biri dünyadır. Amma bəzi insanlar isə bu dünyanı çox fikirləşər və bu dünyaya görə hər şeyləri edərlər. Əllərindən gələn hər şeyi edərlər və hamıya pislik edərlər. Və əllərindən gələn və bu dünyaya əl çəkməyə istəməyən insanlar olduğu üçün o insanların ürəkləri xəstədir. O insanların ürəkləri o zaman sağlam və gözəl, rahat olsa olacaq ki, onlar bu dünyayı deyil, Allahın cənnətinə və Allahın yaratdığı dünyayı düşünüb desələr ki, hə, bu dünya yalandır, Allahın yaratdığı dünya həqiqidir. Əlbəttə ki, Allah iki dünya yaratdır, amma bunların biri fanidir. Bizim yaşadığımız dünya, oğlum, fanidir. Amma Allahın ikinci yaratdığı dünya həqiqi dünyadır. İnsan oradan bura gəlir və demək olur ki, bu da o dünyanın həqiqi, bu dünyanın yalan olduğu deməkdir. Fəridin atası müəllimə deyir. Müəllim, mən fikirləşirəm ki, sadəcə təmiz ürəklə Allaha inanmayaraq, sadəcə namaz qılmadan cənnətə getmək olar. Siz bunun haqqında nə fikirləşirsiniz? Müəllim deyir. Oğlum, sənin düşüncənin bəzisi doğrudur.
Namaz qılmadan cənnətə getmək olar. Saf ürəklə, saf qəlblə. Amma namaz qılsan nə etirəcəksən? Hə? Heç bir şey itirməyəcəksən. Əksinə, Allah sənə deyir ki, namaz qıl, Quran oxu və ən rahat yol tapacaqsan. Amma həqiqətən saf ürək və təmiz niyyətlə qılmaq lazımdır namazı. Çünki Allah həqiqətən istəyər ki, saf ürək və təmiz niyyətlə və təmiz arzu ilə namazını qılasan. Sən heç kimə pislik etmədən namazını qılasan. Əlbəttə ki, sənin düşüncələrinin bəzisi doğrudur, amma Allah namaz qılmağınızı istər, onu unutmamızı istəməz. Onu həmişə xatırlamağımızı istər. Bu da bizim yaxşılığımız üçündür, oğlum. Allah bizi yatırlayır və biz də onu xatırlamalıyıq. Çünki Allah bizi xatırlayır ki, mənim bu qullarım necə qullardır. Onu fikirləşir. Hər qulunu Allah fikirləşər. Biz də Allahı unutmamalıyıq. Çünki Allah bizi fikirləşən zaman biz bu dünyanın faniliyinə özümüzü çox aldadırıq, oğlum. Çünki bu dünya fanidir. İnsan bilə-bilə fani dünyada elə yaşayır ki, elə bil o heç bir zaman ölməyəcək. Amma onun da bir sonu var. Onun da bir cənnəti var. Onun da bir cəhənnəmi var. Amma bəli, sənin dediyin kimi insanın ürəyi təmiz olarsa, Allah onu qəbul edər. Amma o insan namaz qılırsa, daha da gözəl olar. Çünki Allah deyər ki, oğlum həm mənə qarşı səcdəni düzgün etdi və heç kimin qarşı qəlbini qırmadı, heç kimin də yalan danışmadı və heç kimə yalan danışaraq onu alçatmadı və heç kimə də özünü tərifləmədi. Yəni, indi məsələn, bir insan özünü tərifləyir, oğlum, ki, mən beləyəm, mən eləyəm. Bunu demək üçün o insan hamıya belə deməyə ehtiyac yoxdur. Məni tərifləyin. O, onun hərəkətləri ilə edə bilər və insanlar bunu insanı tərifləyə bilər. Onlar heç bilməz ki, bu insanı tərifləyirlər. Elə bilərlər ki, onu söhbət edirlər, onun yaxşı namaz qılmasından və onun necə olmasından. Amma o insan bilər ki, mən özümü tərif etmək istəmişəm və bunu bacara bilmişəm. Bunun üçün də sadəcə insanların yanında özümü başqa cür aparıram və bu başqa cür apardığım üçünsə hamı məni yaxşı biri bilir. Amma mən tək qalanda isə pis biriyəm. Heç kimsəyə kömək etməz və heç kimsəyə sağ ol deməz və salam verməyən biriyəm. Amma başqalarına görə mən ən yaxşı insanam. Onu etmək çətin deyil. Amma yalan demək heç kimin xoşuna gəlməz. Allahın da xoşuna gəlməz, insanın da xoşuna gəlməz, oğlum. Sən mənə indi bir yalan desən, mənim heç xoşuma gəlməz. Ya da sənə də bir yalan desələr, sənə də heç xoşuna gəlməz. Çünki o yalanla sən hirslənəcəksən və deyəcəksən ki, bu yalanı mənə nəyə görə dedin? Sən o yalanla birinə zərər verə bilərdin ya da birinin ürəyini qıra bilərdin istəməyərək. Amma sən onların birini belə etsəydin, sənin heç bir günahın olmayacaqdı, oğlum. Çünki yalanı sənə deyən başqa bir insandır. Sənsə bunu bilməyərək etmisən. Amma sən bunu bilə-bilə etmisənsə, o günah sənindir, oğlum, başqasının deyil. Fəridin atası deyir müəllimə: "Müəllim, bəs siz günah etmisiniz bilməyərək ya da bilərək, hə?" Və müəllimin şagirdləri deyir: "Niyə görə bu sualı müəllimə verdin, hə? Bu müəllimə yaraşmaz." "Nə? Sadəcə mən soruşdum," deyir Fəridin atası və müəllim deyir: "Zəyən yoxdur, şagirdlərim. Qoyun mən ona cavabımı verim. Bəli, oğlum, mənim də səhvim olub, amma mən həmişə Allahdan səhvinin bağışlanmasını istəmişəm. Həmişə istəmişəm ki, Allahım, nə olar mənim səhvimi bağışla. Sən hər şeyi görən və bilənsən. Sən hər şeyi ən yaxşısını bilənsən. Sən görmüsən ki, mən səhvən etdim bu səhvi və məni bağışla deyə həmişə dua edirəm. Mən o günahı bilərək belə etmişəmsə, kiminsə ürəyini qırmışamsa və kiməsə zərər vermişəmsə, yenə də Allahdan bağışlanma istəyirəm və ondan yalvarıram ki, əffini gözləyərəm və həmin insanın yanına gedib ondan çoxlu üzr istəyərəm və əgər bilməyərək kiminsə ürəyini qırmışamsa və kiməsə zərər vermişəmsə,
Ondan da çox üzr istəyirəm. Deyirəm ki, məni bağışla. Birinci Allaha deyərəm. Ondan sonra həmin insana deyərəm. Amma həmin insan əgər desə ki, heç bir zəyən yoxdur, səni bağışlayıram, onsuz da sən bunu bilərək etməmisən, bilməyərək etmisən. Allah onda məni əvvəldən bağışlamış olar. Çünki Allah hər şeyi, gələcəyi və keçmişi görəndir. Oğlum, Allah 1000 ildə də görə bilər keçmişi, 1000 il əvvəl də görə bilər. Nə olacağını hər şeyin və nə olacaq, nə olmayacaq hər şeyi o bilər. Çünki o ən qüdrətli yaradandır. Gələcəyi istədiyi vaxt görə bilər. Çünki gələcəyi özü yaradar və özü qurar. Ən yaxşısını Allah bilər. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər.